Salam, mən Babayeva Nəzrin, 17 yaşım var. Son zamanlarda sosial şəbəkələrdə yayılan bu yalan məlumatlar barəsində daha doğru, daha geniş danışmaq istəyirəm. Mən 17.06.2025-ci il tarixində Turab Tahirov Əlqan oğlu ilə bərabər öz rızamla, öz istəyimlə, heç bir zorakılıq, heç bir məcburiyyət olmadan, heç bir təhdid olmadan öz istəyimlə gəlmişəm. Sadəcə niyyətimiz xoşbəxt olmaqdır, ailə qurmaqdır, evlənməkdir. Burada heç bir zorakılıq görmürəm. Çünki heç bir zorakılıq yoxdur. Sadəcə öz rızamla gəlmişəm və gəldiyimə də peşman deyiləm. Çox xoşbəxtəm, yaxşı işdə gəlmişəm. Mən Turab Tahirovla bərabər çox xoşbəxtəm. Xahiş olunur, mənim bu sözlərimi nəzərə alın. Və gəldikdə də ki, Nəzrin dərsdən qaçırılıb, Quran kursundan qaçırılıb, nə bilim, Nəzrin Turab Tahirovun tələbəsi olub. Xeyr. Turab Tahirovun mən tələbəsi olmamışam. Mən bir ilə yaxındır, 2 ilə yaxındır. Mən məscidə getmirəm və bunu da qeyd eləyim ki, qızlara dərs keçən kişi müəllim deyil, qadın müəllimdir. Yəni siz bunu necə düşünə bilmirsiniz? Mən 1 il, 2 ildir getmirəm məscidə. Və mən birdən-birə də qaçmamışam. Turab Tahirov dəfələrlə elçi göndərib ailəmə, məni istədiyini deyib, mənim onu istədiyini deyib və ailəm bizim boşanmışa verəcək qızımız yoxdur deyib. Və mən də istədiyimə görə, mənim sevgimi nəzərə almadılar. Mən də istədiyimə görə, hətta Turab Tahirov mənə deyirdi ki, qoy 18-19 yaşın olsun, sonra gedək. Amma mən onu məcbur elədim ki, mən dözə bilmirəm, evdə işgəncələr görürəm, təhqirlər eşidirəm, söyüşlər eşidirəm, döyülürəm, söylürəm. Yəni, gəl məni apar, mən səndən xoşbəxt olmaq istəyirəm, mən səndən xoşbəxtəm. Mən ona dedim. Məni evdə döyürlər, söyürlər, təhqir eləyirlər, alçaldırlar. Ailəm, ata tərəfdən, ailəm, nəslim yerə yıxıb mənim başımdan hicabı açmaq istəyiblər. Məni namazımdan, dinimdən uzaqlaşdırmaq istəyiblər. Nə bilim, dəmiri qızdırıb bədənimə basıblar. Döyüblər, söyüblər. Bir işi, bir qabı oradan ora götürüb qoymadığıma görə hər cür işgəncələr veriblər mənə. Və mənim bura gəlməyimdə də, mənim Turab Tahirovla bərabər gəlməyimdə də anamın razılığı var idi. Mən ona əvvəlcədən demişdim. Demişdim və anamın da indi razılığı var. Lazım olsa səslərini də yönləndirərəm. Anamın razılığı var. Anamın sadəcə niyyəti mənim xoşbəxt olmağımdır. Onun ən böyük sevincidir mənim xoşbəxt olmağım. O sadəcə mənim xoşbəxt olmağımı istəyir. Sadəcə problem çıxardan Emin Babayev atam olası şəxsdir. Yalan məlumatlarda yayıb çıxıb Amir Xəlilin verilişində yalan danışır. Turab Tahirovun 40 yaşı yox, 35 yaşı var, mənim də 17 yaşım var və mən öz razılığımdan gəlmişəm, heç bir zorakılıq yoxdur. Və mən də dərsdən qaçırılmamışam, mən məktəbi bitirmişəm. Artıq öz qərarlarımı özüm verəcək yaşdayam. Öz rızamla gəlmişəm və çox da xoşbəxtəm. Və bunu da qeyd edeyim, deyir, ay ağlayır, sızlayır ki, nə bilim, mənim qızımı toğlayıb, başdan çıxardıb. Bir də bunu deyib ki, bəs mən onun əziyyətlərindən böyütmüşəm falan. Heç bir əziyyətlə bizi böyütməyib, bizi əziyyətlə böyüdən anamdır. Hər cür problemimizə qaçan anamdır. Əynimizin paltarını, başımızın hicabını alan da anamdır. Atam, bizi buradan bura bir gəzməyə, biz ona yalvarırdıq ki, çılımıza bizi çölə çıxartdı, biz də bir gün işığı görək. Bizdən benzin pulunu alan adamdır, necə bizi zəhmətlə böyüdər, necə əziyyətlə böyüdər. Xahiş edirəm, bizi rahat buraxın. Sadəcə niyyətimiz evlənməkdir, xoşbəxt olmaqdır. Və o efirdə, o canlı yayımda danışılan hər bir söz yalandır, orada tək bir söz doğrudur. O da ki, bizim əvvəlcədən Turab Tahirovla əlaqəmiz olmayıb, yəni yaxın bir münasibətimiz olmayıb. Tək bir doğru məlumat odur. Amma biz bir-birimizi 2 ildir, 3 ildir sevirik və sevgimizə də sahib çıxırıq. Burada heç bir qeyri-qanuni iş yoxdur. Gələndə də ki, Turab Tahirovun işi ilə bağlı 20 min məsələsi, 20 min götürüb qaçıb falan. O kənd balaca bir kənddir, kasıb bir kənddir. Orada 20 minin yığılmağı mümkün deyil. Mümkün. Adicə bir adam 1 manat atmırdı, 1 manat, karta 1 manat atmırdı. O məscid Turab Tahirovdan əvvəl görün nə gündə idi. Gedin, açın sosial şəbəkələrdə baxın, var. Turab Tahirovdan sonra görün, yəni nə gözəl bir şəraitdədir.
Ora kurs seçildi, məscid təmir olundu, həyəti, qapısı, bacası, gülü, bostanı, hər bir şey oldu da. Yəni Turab Tahirovun sayəsində. O insan maaşının 4/3, 4/1 hissəsini o məscidin üstünə qoyurdu. Cüzdək qəsəbəsindən, aşağı Cüzdək qəsəbəsindən heç kim o məscidə yardım eləmirdi. 20 min hardan çıxdı? Yalan yerə danışıb haqqımıza girməyin. Xahiş edirəm, bu sosial şəbəkələrdə yayılan məlumatlara, kommentarında yazılan fikirlərə, o yorumlar, yəni insan baxdıqca dəhşətə gəlir ki, çıxıb bir orada nə bilirsən doğru danışır. Sən gözünlə şahid olmadığın bir şey niyə ağzına alıb danışırsan ki? Niyə yazırsan ki? Mənə zülm veriliblər. Mənə zülm veriblər. Mənə dəhşət dərəcədə zülm veriblər. Mən hər cür əziyyəti görmüşəm. Hər cür çətinliyi görmüşəm. Mənim də xoşbəxt olmağa haqqım var. Mən də istəyirəm həyatımın gerdə qalanını sevdiyim insanla xoşbəxtçilik içərisinə keçirim. Xoşbəxt olmağımıza mane olmayın, xahiş edirəm. Mənim bu fikirlərimi, mənim bu danışdığımı xahiş edirəm, nəzərə alın. Və bu daha bir geniş şəkildə sosial şəbəkələrdə yayılsa çox yaxşı olar. Mənim bu videom sosial şəbəkələrdə yayılsa çox yaxşı olar. Bir də o efirdə fikir verirsiniz, Emin Babayevin psixologiyası yerində deyil. Onu da nəzər salın. Öldürəcəm, kəsəcəm, qan danışır. Qan tökəcəm. Amil Xəlil də yəqin ki fikir verib onun sözlərinə, o təhdidlərinə. O Emin Babayev öz nəslini yığaraq Göyçay Qərəməryəm kəndinə gəlib, mənim qaynanamgilin evinə gəlib, onları təhdid edib. Sizi öldürəcəm, kəsəcəm, doğrayacam. Plus da həmin günün gecəsi saat 3-4 iradələrində 2 bacısını, qardaşını, özü, bir də ki atasını, yəni babamı götürüb gəlib, əlində bıçaqla, soyuq silahlarla gəlib, qaynanamgili, qaynımgili, gəlin bacıları, uşaqları öldürməyə gəlib o insan. O insan gəlib evin içində onları öldürməyə. Bunlar da qorxularından qapını açmayıblar. Əllərini bıçaqla gəliblər. Gecə saat 3-də, 4-də və səhərə qədər də getməyiblər. Səhər işıqlaşana qədər. İşıqlaşandan sonra heç kim bunları görməsin deyə çıxıb gediblər. Bu insanın psixologiyası yerində deyil. Siz bunu niyə nəzərə almırsınız ki? İmkan verin xoşbəxt olaq da. Mən öz rizamla, öz istəyimlə gəlmişəm. Mənim xoşbəxt olmağa haqqım yoxdurmu? O insan mənə deyirdi ki, mənim boşanmışa verəcək qızım yoxdur. Yaxşı, qızın yoxdursa, bu qızına ən azından minister biri alardı, düzdürmü? Amma bu o birinə də razı deyil. Mənə deyir ki, səni mən heç kimə verməyəcəm. Sən evlənmək söhbətini yığışdır. Döyürdü məni, söyürdü ki, sən evlənmək söhbətini yığışdır. Mən səni qırışlandıracam, buruşlandıracam, sonra verəcəm. Yəni bu biri var zarafata deyilə, biri var ciddi deyilə. Döyülə deyilə. O insan mənim başımda bir tük qoymayıb, mənim başımda bir saç qoymayıb. O insan mənə nə əziyyətlər verib, nə işgəncələr verib. Sizin bunlardan xəbəriniz yoxdur, ancaq boş-boş danışmağı bilirsiniz. Xahiş edirəm, gözünüzlə şahid olmadığınız şeylərə haqqımıza girib danışmayın. 20 min məsələsi, pul məsələsi falan boşdur, zorakılıq boşdur.